Qasım Bəy Zakirin Badi Səba mənim dərd edilmiş yerinin lirik qəhrəmanı sevgilisindən şad xəbər alacağına ümid etmir. Yanlışdır, ümid edir. Üzü eyva kimi saralsa da, nə qədər eşq xəstəsi olsa da, eşq qəm yatağına düşsə də, bir gün xoş xəbər alacağına ümid edir. Yazdıq məktubları səhər yeli vasitəsilə canlanına göndərir. Burada məktub yazmır. Sadəcə olaraq Badi Səba ilə xəbər göndərir. Kövrək duyğularını paylaşmağa bir əmdəm tapmır. Xeyr. Sevdiyindən xoş rəftar görmədiyi üçün ah naləyidir. Doğrudur. Deyir ki, ah naləm asimana yetdiyin, gərdəni minaya dedim nə dedim. Səbirsizdir. Sevgisinə dərhal qarşılıq gözləyir, yanlışdır.